O Rafael var ha, Rafael, Coşkun. Vallahi onlar kişi de öyle ikisi de. Rafael de Coşkun da sizi güldürürler özümüze. Onlar ikisi de kişi de öyle. Ne onlar kişidir, ne onlardan törüyenler kişidir. Ha ki onlar kişi de öyle, onlar parmak denemene gelendir. Onlar kişi de öyle. Onlar Heydərin de vaxtında o Kürt siyaseti, PKK siyaseti gedən, ölkəmiz zəbt olunan, ne bileyim ölkəmiz xalqımızın anasağlar qalan vaxtı. Bunları ortaya atmışlar, arvad paltarı geyindirərək adamı güldürürdülər, necə deyərlər. Güya biz deyib gülən millətik də. Güya biz deyib gülən millətik. Gördünüz mü? Bunlar, bu xalq gülməməlidir. Ne kadar İlham Əliyev oradadırsa, İlham Əliyev oradadırsa, hakimiyyətdədirsə, bizim ailə gülüşümüz ola bilər. Sünni uşağın üzünə gülərsən, yəni geçsək ya yalan uşağın, xanımın üzünə gülərsən, nə bilim, nələr. Vallahi billahi. Gülə bilərsən. Gülə bilərsən. O zaman neçə vaxtı gülürdüm. Öz xanımımın saçını özüm düzəltdim. Öz de dedim ki, məni kimi kimsə düzəldə bilməz. Kimsə. Ən aşağısı 53 euro eləcək kəsmək. Zəncilədi, bir neçə adamdan da öyrəndi. Dedi ki, halaldır dedi. Bunu ki, harada elətdiribsən? Uşağın saçını özüm düzəldirəm. Anası qızın saçını vurur. Mən yoldaşımın, Yusifin. Normal. Kasıb çağımızdan, halımızdan birbirimizin üzrə gülməliyik də. Amma milli görüşümüz olmamalı. Ay futbolda gülək, Qarabağ, Alabağ, yoxsa nə şey başı bağ, nə bilim, veyahut basketbol komandası, nə bilim, nəsə bir gülüş, milli gülüş olmamalı. İlham Əliyev oradadsa, bizim gülüş ancaq nəyə gülməliyik? Uyda, Orban, Çurban, Orqan, getdi, İlhamın xoruzu getdi. Bax, biz buna sevinməliyik. Gülməliyik. Super, hələ. O Serbiya, var, Avropalıq deyil olar. Slavariya, onlar Avropalıq deyil, başım bırakın. Əsas Macaristan idi, Macaristan. Birdən oydu. Bəs tamam, belə şey gülməliyik. İlhama deyən zərbələrə gülməliyik. Yoxsa, aynen milli bayramdır gülməliyik. Yox, gülməməli. İlham oradadsa bizim milliliyimiz yox. İlham oradadsa bizim nə bayrağımız var? O bayrağın altdan anamızı bacımızı şeyləyirlər, parmaqlayırlar. Nə orada bayrağımız var bizim? İlham oradadsa nə bayrağımız var, nə devlətimiz var, nə himnimiz var, nə millət. Heç nəyimiz yoxdur bizim. İlham Əliyev oradadsa. Bəs tamam. Bəs tamam. Qutarı getdi. Ancaq hazır olun inqilaba.